Hər kəsə salam. Bugünkü dərsimiz amortisasiyanın hesablama metodlarıdır. İlk olaraq başlayaq. Amortisasiya nədir? Amortisasiya uzunmüddətli aktivlərin dəyərinin hissə-hissə xərcə silinməsidir. Başqa sözlə, amortisasiya aktivlərin dəyərinin istifadə müddəti ərzində tədricən itirməsi və köhnəlməsi deməkdir. Daha sadə formada desək, müəssisə hər hansı bir avadanlığı alır. Avadanlığa çəkdiyi xərci birbaşa olaraq xərc kimi tanıya bilmir. Bunun əvəzində isə o avadanlığın dəyərini illərə bölüb və amortisasiya vasitəsilə xərcə silə bilər. Bəs amortisasiyanın hansı metodları var? Amortisasiyanın düzxət metodu, azalan qalıq metodu, illəri rəqəm cəm metodu və funksional metodları vardır. İlk olaraq başlayaq düzxət metodundan. Düzxət metodu beynəlxalq praktikada ən çox istifadə olunan amortisasiya metodlarından biridir. Düzxət metoduna biz bərabər paylama metodu da deyirik. İlk olaraq başlayaq düzxət metodunun düsturundan. Düzxət metodunda ilkin dəyərdən ləğv etmə dəyərini çıxıb bölürük faydalı istifadə müddətinə. Burada bizə bir nümunə verilib. Nümunədə qeyd olunur ki, müəssisə 50.000 dəyərində avadanlıq almışdır. Onun faydalı istifadə müddəti 5 ildir. Bazar araşdırması nəticəsində ehtimal olunur ki, 5 ildən sonra bu avadanlığı 10.000 AZN qiymətinə satmaq mümkündür. Ona görə də bu avadanlığın ləğv etmə dəyərini əvvəlcədən 10.000 AZN olduğunu müəyyən edə bilərik. İndi gələk amortisasiyanın hesablanmasına. Burada faydalı istifadə müddəti 5 il qeyd olunduğu üçün biz həmin o avadanlığa 5 il amortisasiya hesablayacağıq. Başlayaq birinci ildən. Birinci ildə amortisasiyanı hesablayaq. Avadanlığın dəyəri 50.000-dir. İlkin dəyər 50.000-dir, ləğv etmə dəyəri 10.000-dir, faydalı istifadə müddəti isə 5 il qeyd olunub. Gələk indi ilkin dəyərdən çıxaq ləğv etmə dəyərin bölək faydalı istifadə müddətinə. 50.000 çıxılsın 10.000 bölünsün 5 il. Və görürük ki, 8.000 manat bizdə amortisasiyanın birinci il üçün hesablamış olduq. Bir məsələni də qeyd edeyim. Videonun əvvəlində qeyd etdiyim kimi, biz düzxət metoduna bərabər paylama metodu da deyirik. Bax, bunun əsas mahiyyəti ondan ibarətdir ki, əgər sən düzxət metodu vasitəsilə bir il ərzində 12 aylıq tapdığın amortisasiya bütün illərə şamil olunur. Yəni, hər il eyni məbləğdə, eyni dəyərdə amortisasiya edirsən. Yəni, bizdə artıq bir il 8.000 dəyərindədirsə, növbəti illərin hər biri də 8.000 manat olacaq. Düzxət metodu vasitəsilə biz hesablamalar apardıq və illər üzrə görürük ki, hər bir ildə 8.000 manat dəyərində amortisasiya hesablanmış olundu. Onu da qeyd edeyim ki, həmin bu hesabladığımız amortisasiyalar 12 ay nəzərdə tutulub. İndi keçək növbəti metodumuza. Növbəti metodumuz azalan qalıq metodudur. Azalan qalıq metodu da düzxət metodu kimi beynəlxalq praktikada ən çox istifadə olunan metodlardan biridir. Azalan qalıq metodunun düsturu isə belədir. İlkin dəyərdən çıxırıq yığılmış amortisasiyanı, vururuq amortisasiyanın faizinə. Bizdə 50.000 dəyərində avadanlıq var, onun faydalı istifadə müddəti 5 ildir, ləğv etmə dəyəri də 1000 manatdır. Lakin burada bizə lazım olan məlumatlar avadanlığın ilkin dəyəri ilə amortisasiya faizidir. Çünki biz avadanlığı yeni almışıq və onun əvvələ qalıq amortisasiyası yoxdur. Burada artıq bizə ilkin dəyər məlumdur. Bizdə yığılmış amortisasiya avadanlığı yeni aldığımız üçün olmayacaq. Əvvələ qalıq yığılmış amortisasiyası yoxdur. Amortisasiya faizi isə burada onun faydalı istifadə müddəti 5 il verdiyi üçün biz 20%-dən götürəcəyik. İlk olaraq başlayaq biz birinci ilin amortisasiyasını hesablayaq. Düstur isə belədir. İlkin dəyər, yəni 50.000 çıxılsın yığılmış amortisasiya. Qeyd etdiyim kimi avadanlığı yeni aldığımız üçün bizim əvvələ qalıq yığılmış amortisasiyası yoxdur. Ona görə də birbaşa vururuq faizə. Faizimiz nə qədərdir? 20% müəyyənləşdirdik. Elədir, birinci il üçün 10.000 manat amortisasiya. İkinci il üçün amortisasiyanı hesablayanda da düstura uyğun olaraq 50.000 manatdan çıxıram yığılmış amortisasiyanı. Artıq birinci il üçün biz 10.000 manat amortisasiya hesablamışıq. Bu 10.000 manat bizim yığılmış amortisasiya məbləğimizdir. 50.000-dən çıxıram 10.000 manatı, vururam 20%-ə, amortisasiyanın faizinə. İkinci il üçün amortisasiya faizi müəyyənləşdirildi 8.000. Növbəti il, üçüncü ili hesablayan zaman isə 50.000-dən çıxıram birinci ilin amortisasiyasını, ondan da çıxıram ikinci ilin amortisasiyasını və vururam yenidən 20%-ə. Üçüncü il üçün bizdə amortisasiya faizi 6.400 manat təşkil etdi. Azalan qalıq metodunda sırf bu məsələ üzərindən geçsək, amortisasiyanı hər il azalan qalıq metodundan hesablamaq üçün qalıq dəyərini birbaşa 20%-ə vuraraq tapa bilərik. Növbəti il 4-cü il amortisasiyanı hesablayanda 50.000-dən çıxırıq birinci ilin amortisasiyasını, ondan çıxırıq ikinci il, daha sonra 3-cü ilin amortisasiyasını çıxaraq vururuq amortisasiya faizinə. Bu da bizə verir növbəti ilin amortisasiyası. Və sonuncu ildə hesablayanda yenidən 50.000-dən çıxıram ümumi amortisasiyaların hamısını, çıxandan sonra yenidən vururam 20%-ə. Və bunun vasitəsilə 5-ci il üzrə amortisasiya məbləğini müəyyən etmiş olduq. Azalan qalıq metodu bizim hal-hazırda ən çox istifadə etdiyimiz metodlardan biridir. Daha sonra keçək illərin rəqəm cəmi metoduna. Amortisasiyanın növbəti metodu isə İllərin rəqəm cəmi metodudur. İllərin rəqəm cəmi metodunun düsturu belədir. Biz ilkin dəyərdən çıxırıq ləğv dəyərini, vururuq sonuncu ilə və bölürük illərin rəqəm cəminə. İllərin rəqəm cəmini necə müəyyən edə bilərik? Biz burada məsələyə baxırıq ki, avadanlığın faydalı istifadə müddəti 5 ildir. Yəni, əgər bizə 5 il deyirsə, 1-dən 5-ə qədər olan rəqəmləri cəmləyirik və bunun əsasında da illərin rəqəm cəmini müəyyən edə bilərik. Və birinci il üçün bizdən amortisasiyanı hesablamamızı istəsə, yenə ilkin dəyərdən, yəni 50.000-dən çıxıram
10.000-i vururam sonuncu ilə. Əgər bu 5 il deyirsə, biz burada sonuncu ili 5 kimi götürürük. Həmin bu 5 ilə vurub 15-ə bölürük. Yəni illərin rəqəm cəmini bölürük. Və birinci il üçün biz tapırıq 13.333 manat 33 qəpik. İkinci ili hesablayanda isə yenə eyni qaydada ilkin dəyərdən, yəni 50.000-dən çıxıram 10.000-i, yəni ləğv etmə dəyərini, vururam sonuncu il. İkinci il üçün götürürəm 4-ü və onu da bölürəm 15-ə. Və ikinci il avadanlığın amortisasiyası 10.666 manat 67 qəpik müəyyən etmiş oluram. Üçüncü il isə amortisasiyanı hesablayan zaman yenə ilkin dəyərdən, yəni 50.000-dən çıxıram ləğv etmə dəyəri, onu da vururam sonuncu il. Biz burada 3 götürüb və bölürük illərin rəqəm cəminə, yəni 15-ə. 8.000 manat 3-cü il üçün nəzərdə tutulan amortisasiya məbləğidir. 4-cü il yenə eyni qaydada 50.000-dən çıxıram 10.000-i, vururam sonuncu il. Artıq bizdə sonuncu il 2-ni götürürük və həmin məbləği də bölürəm 15-ə. 5.333 manat 30 qəpik 4-cü il üçün amortisasiya məbləğini müəyyən etmiş oldum. 5-ci ildə isə yenə 50.000-dən çıxıram 10.000-i, vururam sonuncu il. Artıq 1-i götürürəm və bölürəm illərin rəqəm cəminə, yəni 15-ə. Və sonuncu ildə amortisasiya məbləğini müəyyənləşdirdim. 2666 manat 67 qəpik. Növbəti metodumuz isə funksional metoddur. Biz funksional metoda istehsal vahidi metodda deyirik. Funksional metodda əsas diqqət etməli olduğumuz məqamlardan biri də funksional metodun hesablanması zamanı əsas olaraq 2 addım üzərindən gedir. Birinci addım odur ki, məhsul vahidinə düşən amortisasiyanın məbləğini müəyyən etməliyik. Həmin bu məbləği müəyyən edən zaman ilkin dəyərdən çıxırıq ləğvətmə dəyərini, bölürük faydalı istifadə gücünə. İkinci addımda isə biz amortisasiya xərcini müəyyən edirik. Amortisasiya xərcini necə müəyyən edirik? Məhsul vahidinə düşən amortisasiya məbləğini vururuq istehsalın miqdarına. Biz yenə eyni misal üzərindən getsək, bizə avadanlığın faydalı istifadə gücü də lazımdır. Məhz buna görə də burada avadanlığın faydalı istifadə gücü bizə verilib 15.000 tondur. İndi isə biz gələk birinci addım üzrə avadanlığın məhsul vahidinə düşən amortisasiya məbləğini müəyyən edək. İlk olaraq başlayırıq düsturdakı kimi. İlkin dəyərdən, yəni 50.000-dən çıxıram ləğvətmə dəyəri 10.000-i, bölürəm faydalı istifadə, yəni faydalı istifadə gücü də bizdə müəyyənləşib 15.000 manat. Və biz görürük ki, burada bir məhsula düşən amortisasiya məbləği 2 manat 67 qəpikdir. Və biz əgər 4350 ton məhsul istehsal etmişiksə, 4350 tonu vururuq 2.67-yə və biz tapırıq 4350 ton məhsul istehsal edən zaman bizdə formalaşan amortisasiya məbləği. İndi İkinci il üçün də biz baxırıq ki, 3300 ton məhsul istehsal eləmişik və bizdə yenə bu məbləğ dəyişmir. 2.67 hər bir vahidə düşən amortisasiya məbləğidir. 3300-ü də vururam 2.67-yə. İkinci il üçün bizdə amortisasiya məbləği 8811 manat formalaşdı. Üçüncü il 2500 ton məhsul istehsal eləmişəm. Yenə 2.67-yə vurmaqla tapıram 2500 tona düşən amortisasiya məbləği. Dördüncü il 1050 tondur. 1050 tonu yenə vuram 2.67-yə və tapıram 2803 manat 50 qəpik. 5-ci il üçün isə 3800 ton məhsul istehsal eləmişəm və 3800 də vururam 2.67-yə və 10146 manat 5-ci il üçün amortisasiya məbləğini müəyyən etmiş olduq. Və funksional metod vasitəsilə biz amortisasiyanın məbləğlərini müəyyən etdik. Bu gün amortisasiyanın 4 metodu ilə tanış olduq. Bu kimi faydalı dərsləri qaçırmaq istəmirsə, kanalımıza abunə olun. Həmçinin mühasibatlıq biliyinizi artırmaq üçün YATEM nəşrlərindən və təlimlərindən faydalana bilərsiniz. Növbəti videolarda görüşənədək sağ olun.